Daha ətraflı, azad ərazilərə böyük qayıdış davam edir. Bugün Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Xocalının Xanabad kəndi növbəti sakinlərini qarşılayıb. Qırmızı Bazara 20 ailə 81 nəfər, Xanabada isə 21 ailə 103 nəfər dönüb. Xocalı növbəti sakinlərini qarşılayıb, rayonun Xanabad kəndinə 21 ailə qayıdıb. Bugün Xocalı rayonunun Xanabad kəndindən daha 103 sakin öz doğma yurduna qovuşmuş oldu. Xocalı şəhəri də daxil olmaqla Xocalının artıq 9 yaşayış məntəqəsində məskunlaşma təmin olunmuş oldu. Çox pis vəziyyətdə yaşayırdıq. Yerimiz, yurdumuz çox narahatıdır. Şükür bugünkü günümüzə. İndi doğma yurtlarımıza qovuşuruq. 1992-ci ildə Qaşqa düşmüşəm. Və köşkünüm, Sabirabad, ora-bura gəlmişik. Böyük sevinir ki, dəmir yumruqla torpaqlarımıza qayıtdı. İndi şükür Allaha, hər şəraiti var, Allah köməyi olsun. Çox sevinirəm ki, bizi torpaqlarımıza qaytardılar. Bugün həm də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə qayıdanlar olub, 81 nəfərdən ibarət 20 ailə yurda dönüşün sevincini yaşayıb. Ha vaxt qayıdarıq, nə vaxt qayıdarıq, gözümüz geridə idi. İndi Allah çox şükür ki, gəlmişik, öz vətənimizdir, öz elimiz, obamızdır, öz zonamızdır. Həm Qırmızı Bazar, həm də Xanabadda sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Hər iki yaşayış məntəqəsi elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunub. Elnur Tofiq, Elmin Sfəndiyarov, Elgün Qəmbərov, ASTV xəbər.